Hoş gördük əziz dinləyicilər. Bu günləri bütün Azərbaycan xalqı demək olar ki, Hudson İnstitutunun araşdırmacısı və kifayət qədər güclü bir analitik olan Luke Coffey'nin "Be prepared", hazır olun, Azərbaycan bayrağını qoymaqla hazır olun deyə bir mesaj verir bizə. Baxın, herkes bunu Azərbaycanda paylaşır. Mən xatırlayırsınızsa bundan əvvəl bildirmişdim ki, Netanyahu, İsrailin baş naziri bir mesaj verdi ki, 100 il bundan əvvəl İranda hakimiyyətdə xalq öz hakimiyyətini itirib. Və yaxud da 2 gün bundan əvvəl Amerika prezidenti Trump Azərbaycan segmentindən Kanal 13'ün bir şəklini paylaşmıştı. Bu da bir əlbəttə ki mesajdır. Və çox şükürlər olsun ki, nəhayət çox danışdıq. Bu günləri Türkiye kanallarında da mən nəyi gördüm? Gördüm ki, Türkiye kanallarda nəhayət ayılıblar. Əgər İranda hər hansı bir parçalanma baş verərsə, biz niyə görə hər hansı bir vəliəhdi seçməli? Elə biz də istəyirik Azərbaycanda Qacarlar olsun. Əgər ki, hansısa bir monarx gəlirsə, elə Qacarlar gəlsin. Və nəzərinizə çatdırın ki, yuxarıda verəcəyim bayraq Qacarların bayrağıdır. Bu günləri Pəhləvi bayrağı altında sırınır. Əslində qalsa bu o necə deyirlər, qızılbaşlıqdan gələn bayraqdır və əfşarlarda da belə olub, Qacarlarda da. Qacar xanı Nəsrəddin xanın dövründə məhz bu bayraq ortaya çıxıb. Pəhləvilər də bunu dəyişmədilər. Hətta İran İslam Respublikası belə sadəcə orada şiri götürdü və Allah yazısını qoymaqla öz bayrağını çıxartdı. Yəni Sasanilidən gələn bir bayraq yoxdur ki, onu versinlər. Yalnız və yalnız Azərbaycan dövlətinin, Azərbaycan xalqına mənsub olan imperiyanın bayrağını seçdilər. Ona görə də mən neçə vaxt deyirəm, hazır olun. Hazır olun, yəni bunun hazırlığı. Yoxsa biz İran dağıdan deyilik, biz İranda inqilab etmirik, amma bu mesajlara cavab verməli. Mən deyirdim, Azərbaycan hökuməti də, Azərbaycan xalqı da ayıq olsun, Türkiye hökuməti də ayıq olsun. Nəhayət Türkiye televiziyasında bunun ortaya gəlməsi. Elə biz də bunu deyirdik. Deyirdik, başınızı Qəzzadan çıxardın, hazır olun, sizin güneyinizdə bir hadisə baş verir, sizin şərqinizdə hadisə baş verir. Bəli, niyə görə Pəhləvi ora gəlməlidir? Məgər bu günləri Qacarlar xanədanının rəhbərliyi, Qacarlar xanədanının varisi Babək Mirzə yoxdurmu? Olursa elə bizimki olsun. O bayraq da bizim bayrağımızdır. Qacarların bayrağıdır. Pəhləvilərin bayrağı deyil. Buna görə deyirəm, hazır olun. Baxın, bizə hər tərəfdən mesaj gəlir. Mən də neçə aylardır bunu deyirəm. Şükürlər olsun. Bu günləri sosial şəbəkələr hər şeyin həllidir. Bugün bütün dünya sosial şəbəkələrdədir. Bütün mesajlar sosial şəbəkələrdə verilir. Mən də bu mesajları verirdim qardaşlar sizə. Gördünüz mü? Bugün biz deyənlər yavaş-yavaş olur. Ona görə də hazır olun. Kimliyindən aslı olmayaraq bu günləri İranı biz dağıtmırıq. Əgər hər hansı bir İranda hadisə baş verərsə, biz də buna hazır olmalıyıq. Əlbəttə İranda baş verən hadisələr bizim üçün faciəvi də ola bilər. Bizim üçün böyük problem də ola bilər. Məhz bu mənada deyirəm ki, hazır olun. O bayraq da bizim bayrağımızdır. Pəhləvilərə sırılan bayraq da bizim bayrağımız, Qacarların bayrağıdır. Niyə görə? Əgər ki orada Qacarlar, əgər ki orada Pəhləvilər deyilirsə, Pəhləvilərin reklamı aparılırsa, elə Qacarların reklamı aparsın. Bu məsələdə Azərbaycan da gəlin etiraf edir. Azərbaycan xalqı da, Türkiyədə, elə Azərbaycan hökuməti də, Türkiyə hökuməti də çox təəssüflər olsun ki, geridə qalırlar. Hər bir prosesin arxasında qalırlar, gerisində qalırlar. Bugün İsrail də bizim müttəfiqimizdir, Amerika da bizim müttəfiqimizdir. Biz öz müttəfiqlərimizlə yaxşı formada iştirak eləməliyik və lazım gəldidə Qacar xanədanının rəhbərliyi, Qacar xanədanının nəslindən olan Babək Mirzəni özümüz elə reklam etməliydik. Bugün Babək Mirzənin İranda, Qacarların indiki İran torpaqlarında daha böyük hörməti var, nəinki Pəhləvilərin. Təşəkkür ederim diqqətinizə görə.